Baxırıq, İsmail, baxırsan. Hansı cümlədə tabesli əlaqəsində olan sözlər vardır? Düzlər məxmər paltarını geymiş, döşünə çiçək taxmışdı. Nə etmiş? Geymişdi. Nə? Düzlər. Nə etmiş? Çiçək taxmışdı. Nə? Düzlər. İndi bu geymişlə taxmışdı artıq həmcinsdir. Çünki ikisi də düzlərə aiddir. Bəli, bunlar arasında tabesli əlaqəsi var. Sonra Rəhim bəyəndə kəhraba təsbihi çevirdi. Bu da heç nə yoxdur. Baxanda görürsən. Onun kimi adamları əlbəttə qorumaq lazımdır. Bu da vergül sizi çaşdırmasın. Bu modal sözün, ara sözün vergülüdür. Mən sözlərimi elə belə demirəm. Burada da heç nə yoxdur. Yuxarıdan, dağlardan başlanır. Bu da əlavədir, bəli. Deməli, cavabımız oldu A variantı. Hansı nümunədə tabeli əlaqəsində aslı tərəf kimi çıxış edən sözdə hal şəkilçisi işlənmişdir? Deməli, tabeli əlaqəsi olsun, aslı tərəfdə hal olsun. Baxıram. Deməli, aslı tərəfdə təbii olaraq baxıram uzlaşma istəmir. Çünki uzlaşmada əsas tərəf birinci tərəfdir. Burada nə istəyir? Aslı tərəf. Deməli, baxın, ümumiyyətlə baxırıq, hal şəkilçili olan hansıdır? Bir dənə variant var da. Всё. O bizdə hal yoxdur axı. Yəni, gərək belə deyil, lap da küt olasan ki, bunu bilməyəsən. Bax, asladan sözü çaşdıra bilər sizi. O, zərf düzəldir. Bəli, leksik şəkilçidir. Orada yanaşmadır ancaq. Qədimdir, heç nə yoxdur, adlı xaldır. Dayanmadan, burada madan mədəndir, feili bağlamadır. Qəflətən gəldi. Bunların hamısında yanaşmadır. Bir dənə B variantından başqa. Diqqətli olun, bir də mübtəda xəbər olar. Mübtəda xəbər olanda uzlaşma olur. 8. Əsər adlanan birində tabeslik əlaqəsi var. Yenə sevinmə, gülmə, uzun. Sevinmə, sən. Gülmə, sən. Bunlar arasında olurmu? İkisi də sənə aiddir. Sən həmişə mənimləsən, yollara iz düşür. Fəhlə. Bu xitabdır. Müraciət eləyir. Özünü, sən də bir insanmısın, da heç nə yoxdur və mən kiməm? Cavabımız oldu A variantı. 9. Diqqətlə bura baxırıq. Mən indi məktəbli dostlarımı tez-tez yada salıram cümləsində sözlər arasında tabeli əlaqəsi hansı bənddə düzgün göstərilməmişdir. Bax, tez-tez yada salıram. Bunlar arasında yanaşmadır. Mən indi bunlar arasında heç bir əlaqə yoxdur. Məktəbli dostlarımı hansı dostlarımı? Olur yanaşma. Dostlarımı yada salıram idarə. Görsən ki, münasibət var, əlaqə var bunların arasında. Bir yerdə dayana bilirlər. İndi yada salıram. Bunlar da dayana bilir. Bax, burada belə qururuq. Yada salıram ki, mən. Mən yada salıram. Mübtəda xəbər, uzlaşma. İndi yada salıram. Olurmu? Zərfli xəbər. Niyə? İndi yada salıram olur axı. Zərfli xəbər, yanaşma. Məktəbli yada salıram olmur. Uyğun deyil. Bunu da yaza bilərdi variantda. Məktəbli dostlarımı. Varmı əlaqə? Var, münasibət var. Yanaşma. Dostlarımı yada salıram. Burada da əlaqə var. Burada da idarədir. Çünki təsliyə var. Tez-tez yada salıram. Burada da yanaşma, əlaqə var. Birinci qurun ki, bunların arasında münasibət varmı? Deyir, bunlar kənardan bir-birinə çox baxırlar. Bunların bir münasibəti var. Hiss eləyirəm bunu. Belə bir şey eşitmişsiniz. Bu hiss eləməni tutmalısınız. Cavabımız nə oldu? B. Tabeslik əlaqəsi hansı cümlədədir? Tabesizlik. Bir də ola bilərmi? Ay, sağ ol. Baxanda bilinir. Kişi gah yeriyir, gah da dönüb geriyə baxırdı. Yeriyən kimdir? Kişi. Dönüb baxan da kişidir. Demək, burada olur. Yeriyir, baxır. Hamısı kişiyə aiddir. Sonra olimpiyadada uğur qazananlar təbrik etdi. Ola bilərmi? Xeyr. Gəlmişəm, dincəlim. Bax, burada niyə olmur? Çünki gəlmişəm, keçmiş. İkisi də mənə aiddir. Kim mən, kim mən. Amma gəlmişəm, keçmiş zamandadır, xəbər şəklindədir. Şəkil fərqlidir. Dincəlim isə başqa şəkildir, əmrdir. Şəkillər fərqlidirsə, bu da tabeliyə gedəcək. Tabesizə yox. Ona görə bunların arasında tabesizlik əlaqəsi göstərənməzsən. Yaxşı qalibləri sevindirmək lazımdır. Burada da yaxşı ara sözdür. Ona görə göstərilmiş. Cavabımız nə oldu? B variantı.